İmam Rıza Aleyhisselam Nişapur şəhərində olanda, hansı ki biz bu günləri səhər-səhəri həmin o şəhərdə İmam Rıza Aleyhisselamın qədəmgahını ziyarət elədik, sonra gəldik Məşhəd şəhərinə. İmam Rıza Aleyhisselam Nişapur şəhərində olanda, Nişapurun əhalisinin cəm olanda ki, həmin ki məclis quruldu, həmin o yerdə İmam Rıza Aleyhisselam məhşur hədislərdən birini İmam Rıza Aleyhisselam həmin o yerdə nəql eləyib. Həmin hədis bu hədisdir ki, İmam Rıza Aleyhisselam buyurur, Allah Teala deyir, La ilahe illallah mənim qalamdır. Hər kim o qaladan daxil olsa, nicat tapar. İmam Rıza Aleyhisselam Məmunun sarayında olanda, görüşdə olanda, Məmun İmam Rıza Aleyhisselama buyurdu ki, mən bu hədisi eşitdim və bunun çətinliyini görmədim. Yəni bu hədisi hər bir şəxs qəbul edər. İmam Rıza Aleyhisselam buyurdu ki, çünki sən hədisi kamil şəkildə eşitməmisən. Həmin İmam Rıza Aleyhisselam həmin o yerdə dedi ki, həmin hədisin sonu bu cümlədən ibarətdir ki, Allahın La ilahe illallah qalasının qapısının şərtlərindən biri mənəm. Yəni biz əhl-i beyti. Hər kim Allahın La ilahe illallah qalasından daxil olmaq istəsə gəl, mütləqdir ki və vacibdir ki, əhl-i beyti qəbul eləyə, əhl-i beyti sevə.